Daha bir xəstədə mən limfa sisteminin düyünlərinə rast gəlirəm, böyüməsinə rast gəlirəm. Deməli, orqanizmi böyümüş limfa düyünlərinə rast gəlirəm və bunları sizə göstərirəm. Bu gördüyünüz körpücük üstündə böyümüş limfa düyünləridir. Bu gördüyünüz qan damarıdır. Biraz kənara keçəndə, görürsünüz, böyümüş limfa düyünləridir. Böyümüş limfa, sağ körpücük üstündə böyümüş limfa düyünləri. Sonra keçirik, sol körpücük üstündə böyümüş limfa düyünləri. Demək, qulaq dibi, baxın, qulaq dibi limfa vəzləri, körpücük üstü limfa vəzləri. Baxmayaraq ki, bu limfa vəzləri bütünlüklə böyüyüb, totuq altında böyümüş limfa vəzinə baxın, hörmətli izləyicilər. Baxın, ekran ölçüsünü bütövlükdə tutur. Limfa vəzlərinin böyüməsinə baxmayaraq, xəstə limfoma xəstəsi deyil. Nə Hodgkin limfomasıdır, nə qeyri-Hodgkin. 6 ildir xəstə Covid-ə yoluxandan sonra, bax bu xəstəlik yaranıb bunda. Covid-ə yoluxmuş bu xanımda orqanizmi müdafiə olaraq bütün limfa sistemləri işə düşüb, xəstəni xilas edib və belə böyümüş şəkildə də qalıb. Çünki xəstənin bütün iştahı, həyati fəaliyyəti, hər şey normaldır. Bax, görürsünüz, belə xoşbəxt hallara da rast gəlirik. Çox şükür, yəni bilirik ki, bu xərçəng deyil.